88-ci ildə Sovet jurnalistlərlə Türkiyəyə getmişdim. Bizi apardılar Türkiyənin başdan ayağa gəzdirdiler. Gəldilər İstanbul'da Dolmabahçe Sarayı'na. Girdik Atatürk'ün evine, mənzilinə, onun iş otağına. İş otağında gördüm ki, kitablar içeride, kitap şkafı var, çoxlu kitablar var. Bizi aparan, müşahidə edən, orada işçisindən soruşdum ki, o kitablar içərisində Azərbaycana dair bir əsəri var ya, yoxdur. Dedilər, bir kitab var. Dedim, nədir? Dedi, Azərbaycan Cumhuriyyəti Məhəmməd Əmin Rəsulzadəyə. Dedim, ona baxmaq olar. Çartdı işçisi, verdim, ərəb əlifbasıdır, 23-cü ildir. Baxdım, gördüm, yanında qeydlər var. Ərəb əlifbası ilə, Atatürk'ün qeydləri. Dedim, bu kitabı oxuyandan sonra Atatürk bu kitab haqqında, bu müəllif haqqında bir şey yazıb ya yox. Kitabın arxa özünü çəkdi, dedi, yazıb. Dedim, onu dinən dəftərimi yazım. Dedim, mən də yazdım. İndi icazə verir, oxuyun. Atatürk yazıb. Mən dünyaya səndən 3 sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türk'ün Cumhuriyyət bayrağını ilk dəfə sən qaldırmışsan. Və bayraq enməsin deyə mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən, bu bayraq enməyəcəkdir. Məsələn. İndi mən sonra müəyyənləşdirdim ki, Məhəmməd Əmin Rəsulzadə 1919-cu ildə Türkiyədə Milli Hərəkat adlı məqalə yazıb. Görəsən Atatürk haqqında nələr yazır.